ixtiyatda, eyni düşüncədə olması və könüllülük prinsipi əsasında hansısa bir dəstək göstərməyimiz, hansısa bir rəng qatmağımız düşünürəm ki, ən yaxşı uğurlardan biridir. Qeyri-formal dəstək formatında daha çox işlər görərək, istər gənclərimizə, istər uşaqlarımıza, istər də ərgənlərə və yeniyetmələrə böyük bir dəstək olacağıq. Həm təbiətlə bağlı, həm şagirdlərlə bağlı, həm valideynlərlə bağlı olan bir layihədə iştirak eləmək, həm də onun bir üzvü olmaq mənim üçün çox qürur verici bir hissdir. Qeyri-formal təhsil sayəsində uzun müddət fəaliyyət göstərmişəm, hal-hazırda da göstərirəm. Təşkilatın 2026-cı il üçün strateji hədəflərin danışdıq, yaxşı müzakirələr getdi. Çox maraqlı layihələr gözləyir. Buna görə də Forest Education-a çoxlu təşəkkür etmək istəyirəm. Mən çox sevinirəm ki, bizimlə eyni düşüncədə, eyni amala xidmət göstərən insanlarla birgə idik. Təlimsel bazasının formalaşdırılması ilə bağlı görüş təşkil edirik və görüşümüz çox məhsuldar alındığını hesab edirəm.